Hamıya salam. Artıq 10 gündə əməliyyat eləmişəm və yaddaş problemi yaşayıram. Demək olar ki, qoyduğum şeyləri yadımdan çıxardıram. Hara qoymuşam, hansı reklamları, hansı saata qoymuşam, yadımda qalmır. Yəni hər şeyi itirirəm də. Bunları bir müəllim tapmışam. Bu bir ilkdir. Yəni dedim sizlə də bölüşüm. Yəni yaddaş dərsi keçir. Yəni bununla yaddaşım o qədər düzəlib ki, yəni zəif idi. Mən başqa nəyin hara qoyduğumu bilmirdim. Hardan götürdüyümü bilmirdim. Ona görə müəllim tapmışam. Elnur müəllim, çox təşəkkür edirəm. Demək olar ki, artıq bir həftədir yanına yazılmışam. Dərslərini keçir mənə və kitabı da var. İstəyirəm ki, siz də bu müəllimin yanına gedəsiniz, yazılasınız. Çünki yaddaş problemi yaşayır. Bu bir ilkdir. Mən heç belə bir müəllim görməmişəm ki, yaddaş dərsi keçsin. Bəlkə də var, amma mən bilmirəm. Amma ilk dəfədir ki, yaddaş dərsi keçən bir müəllimlə qarşılaşıram və maksimum dərəcədə yaxşı dərs keçir. İstəyirəm siz də onun yanına